sədəqə verməyin faydaları barəsində, sədəqə vermək nə kimi fayda daşıyır? İlk öncə bunu qeyd edək ki, sədəqə elə bir ilahi nemətdir ki, İmam Cəfər Sadiq əleyhissalam buyurur: "Ma min şeyin illa vukkilə bihi mələkun illə sadəqə fə innəha təqa'u fi yədillah." Demək, nəticə etibarilə buyurur ki, bütün yaxşılıqları təhvil alacaq bir mələk var. Bütün yaxşılıqları təhvil alacaq bir mələk var. Amma yeganə sədəqədir ki, sədəqə birbaşa Allahın öz əzəmət və qüdrəti ilə mələk vasitəsi olmadan Allaha çatan bir nemətdir. Allah bizi bu ayda sədəqə verənlərdən qərar versin və sədəqənin faydasını dərk edib və onun mahiyyət və əhəmiyyətini bilənlərdən qərar versin inşallah. İkinci faydası budur ki, sədəqə şeytanın üzünü yerə sürtür və üzünü qaraldır. Bu baxımdan çalışağın şeytanı özümüzdən uzaq etmək üçün və şeytanı xar, zəlil etmək üçün sən Allah verdiyindən Allah yolunda sədəqə verməyi bacarasan. İkinci sədəqə faydalarından qeyd olunur, sədəqə insanın ömrünü artırır. Ona gələn bəlaları ondan dəf edir.